Emil balamı bugün evə yola salırıq. Mənim möcüzə balam bugün evlərinə gedir. Bir ailəyə də sevinç bəxş etdik. Çox xoşbəxtlik, çox sevinirik bugün. Əsas mamoçkamızda problemlər, antimüller problemi var idi. 0,3 idi. Zəif folikulyar aparatı idi. Həmləliyimiz çox çətin keçdi. Ona baxmayaraq təbii yolla qızımız həmlə oldu və həmləliyimiz çox çətin keçdi. Çox riskli keçdi. Ağır toksikoz, laxt alma problemi, düşük riski, erkən doğuş riski və şəkərə meyillik var idi. Hətta şəkərimiz də var idi axırda qalxdı 26 həftədən sonra. Ona baxmayaraq müalicə nəticəsində düzgün diaqnoz, düzgün müalicə və Emil balamız qucağımızdadır, sapsağlamdır maşallah. Sizi təbrik edirəm. Böyük oğlan olsun. Çox sağ olun. Göydə Allah, yerdə sizin sayənizdə o çətin yolları bir yerdə keçdi. Allah razı olsun. Çox həkimlərdə olmuşduq, amma heç kəs bizə bu ümidi verməmişdi. Sizin yanınıza gələndən sonra, Instagramda sizi tapdıq. Sizin yanınıza gələndən sonra siz bizə çox böyük ümidlər verdiniz elə ilk aydan ki, hər şey yaxşı olacaq. 6 aylıq müalicənin sonunda biz bu sevinci yaşadıq. Allah sizdən razı olsun. Sizi təbrik edirəm, arzu edirəm ki, böyük oğlan olsun, sağlam, xoşbəxt olsun, sağ-salamat balamı böyüdəsiz. Arzu edirəm ki, siz də belə sevinəsiz, arzularınıza çatasınız və qucaq dolu biz kimi gedəsiz evlərimizə. Sizi də təbrik edirəm. Allah istəyən hər kəsə nəsib eləsin. Biz də gedirik yavaş-yavaş evimizə. Hamısı bizi gözləyir. Balacamızı hamısı gözləyirlər yolun. Və bizim şirin potuş balamız evlərinə gedir. Gedirik mamoçkam. Böylece Emil balam gelir evlerine. Paka paka.